Qurtubi Əl-Mufhim kitabında Əhl-i Sünnətin böyük alimlərindən, qədim alimlərindən öz kitabında nə gətirir? Deyir ki, buna baxmayaraq ki, Bəni Ümeyyə bu haqlarını böyük hissəsini haqq etmirdilər, zülm eləyirdilər. Əhl-i Beytin üzvlərinin qanlarını tökdülər, qadınlarını əsir etdilər, uşaqlarını əsir etdilər. Üzvlərini, evlərini xarabaya qoydular, şərafətlərini və fəzilətlərini inkar etdilər. Onlara söyməyi, məsələ buradadır, indi diqqət edin. Onları söyməyi mübah etdilər. Yəni Əhl-i Beyt əleyhissalamın, Əhl-i Beyt əleyhissalam Allahın ən kəramətli və fəzilətli nəsəbidir. Ən kəramətli, ən belə deyək, şərafətli nəsil Peyğəmbərin nəslidir. Bəni Haşim nəslidir. Xanım Fatimədir, Həzrəti Əlidir, Həsəni və Hüseyn.